Hər vaxtınız xeyir, obyektiv efirdədir, xoş gördük. Bugün əlilliyi olan şəxslərin reabilitasiyası onların fiziki, psixoloji, sosial və peşə bacarıqlarının bərpasına, cəmiyyətə inteqrasiyasına yönəlmiş kompleks bir prosesə çevrilib. Bu xidmətlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim olunur. Məqsəd əlilliyi olan şəxsin daha müstəqil yaşamasını, sosial aktivliyini və həyat keyfiyyətini artırmaqdır. Bugün studiyamızda bu mövzuda söhbətimiz olacaq. Bu barədə az sonra. Hazırda isə telekörpümüz var. Sosial gündəmdə baş verənləri öyrənmək üçün Dost TV-yə bağlanırıq. Hər vaxtınız xeyir, söz sizdədir. Hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından yenidən salamlayıram. Həftənin əsas xəbərlərini təqdim edirik. İlk olaraq başlayaq vətəndaş qəbulundan. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Bərdə rayonunda Bərdə və Tərtər rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil elədiyi Peşə Fest bu dəfə Ağdam rayonunda keçirilib. Peşə Öyrən, gələcəyini qur devizi ilə təşkil olunan festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır. Festival iştirakçıları peşə sahələri və ixtisaslar barədə faydalı məlumatlar əldə edib, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Bakıda dəyişən əmək dünyasında innovativ əmək və məşğulluq strategiyaları, qlobal çağırışlar, milli həllər mövzusunda dəyirmi masa keçirilib. Tədbir çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş Assambleyasının ikinci sessiyasına hazırlıqla bağlı yüksək vəzifəli rəsmlərin görüşü də olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Ağdamdakı müəssisələrə əməyin mühafizəsinə dair mediatur təşkil edib. Vətən müharibəsinin 5-ci il dönümünə həsr olunmuş mediaturda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də iştirak edib. İşğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraiti barədə media nümayəndələrinə məlumat verilib. Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub. Görüşdə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin və siyasi dialoqun ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə möhkəmləndirilməsinin əsasını təşkil etdiyi vurğulanıb. Belə hörmətli tamaşaçılar, həftənin əsas sosial xəbərlərini izlədik. Mən sizinlə bu həftəlik sağollaşıram. Obyektiv isə davam edir. Diqqətiniz Real TV-də olsun. Təşəkkür edirəm. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Obyektiv işini davam etdirir. Studiyamızda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini Rahim Hüseynov ilə əlillik, həmçinin əlillikdən reabilitasiyaya gedən yoldan danışacağıq. Rahim bəy, xoş gəlmisiniz. Salam, xoş gördük. İstərdim reabilitasiya ilə bağlı söhbətimizə keçmədən öncə vətəndaşlarımıza, izləyicilərimizə sadə şəkildə əlilliyi, əlilliyin qiymətləndirmə proseduru ilə bağlı məlumat verək. İlk öncə aktual mövzu ilə əlaqədar vermiş olduğunuz suala görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bəli, bildiyiniz kimi vətəndaşların əlillik səviyyəsinin qiymətləndirilməsi elektron göndərişlərlə tənzimlənir və belə olan halda vətəndaşlarımız qeydiyyatda olduğu tibb müəssisələrinə yaxınlaşırlar, müəyyən yoxlanışlardan keçirlər və qanunvericiliyin xüsusi olaraq da 12 nömrəli qanunun tələblərinə uyğun olaraq əgər hər hansı bir uyğunsuzluq yoxdursa, vətəndaşlarımız üçün göndəriş, forma 8 dediyimiz göndəriş rəsmiləşdirilir və bu göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə daxil olur və bundan sonra isə vətəndaşa aid olan bütün məlumatlar şifrələnir və burada həkim, ekspert və müraciət edən şəxs arasında hər hansı bir əlaqə olmadan tam elektron formada göndəriş qiymətləndirilir və belə olan halda vətəndaşımızın sağlamlıq vəziyyəti, aparılmış müayinələr, müalicələr, laboratoriya analiz nəticələri həkim eksperti tərəfindən qiymətləndirilir və əgər əlillik təyinatına əsas varsa, belə halda vətəndaşlarımıza əlillik təyinatı aparılır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ildə nə qədər şəxsi əlillik təyin olunub və bunlardan nə qədəri ilkin, digəri isə təkrar əlillik təyinatlarıdır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar və avqust ayı ərzində, cari dövr ərzində
ümumilikdə 36.200 vətəndaşımıza 50 təyinat aparılmışdır ki, bunlardan 16.200-ü təqribən 45%-i ilkin 50 təyinatıdır və digər 20.000%-i isə 50 müddəti bitmiş və müraciət etmiş təkrar 50 təyinatıdır. Nəzərə alsaq ki, 2025-ci ilin yanvar ayından avqust ayının 31-nə qədər olan müddət ərzində təqribi 190 gün iş günü olmuşdu və aparılan 50 təyinatına baxanda, belə götürəndə, yəni hesablama zamanı təqribi bir günə 190-50 təyinatı düşür ki, bu agentliyin iş yükünün nə qədər ağır olduğunu göstərir. Bəli, həqiqətən. Əlillik ilə bağlı qərardan razı qalmayan vətəndaşlar üçün hər hansı dəstək mexanizmləri varmı və bu vətəndaşlar üçün agentlik nə kimi həllər təklif edir? Vətəndaşlarımızın göndərişlər əsasında əlillik səviyyəsi qiymətləndirilir və bu elektron qaydada qiymətləndirmədir. Vətəndaş həkim-ekspert əlaqəsi olmadan. Belə olan halda forma 88 dediyimiz sənədin içərisində yazılmış məlumata əsasən vətəndaşımızın əlillik səviyyəsi müəyyən edilir. Bəzi hallarda təyinat olur, bəzi hallarda imtina olur və istənilən halda verilmiş qərardan vətəndaşın narazı olduğu halları nəzərə alaraq və həmçinin bu narazı vətəndaşlarının xidmətlərinin əlçatanlığını təmin etmək məqsədilə elektron növbə sistemi yaradılmışdır və belə olan halda vətəndaş elektron növbə götürür, özünə uyğun olan saatda, gündə və ona uyğun olan xəstəlik istiqaməti üzrə. Daha sonra isə Bakı şəhəri Mir Mahmud Kazımovski 134 ünvanında yerləşən tibbi sosial ekspert reabilitasiya agentliyinə yaxınlaşır. Həkim ekspertlər tərəfindən müayinələr olunur. Müayinə nəticəsində, laboratoriya nəticəsində vətəndaşımızın mövcud vəziyyətdəki xəstəliyinin əlillik səviyyəsinin hansı dərəcədə olduğu müəyyən edilir. Təşəkkür edirəm. Buraxılışımızın bu yerində studiyamızdakı söhbətə kiçik bir ara veririk, ardınca söhbətimizə davam edəcəyik. Son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur. Eyni zamanda qabaqcıl dünya təcrübəsi əsasında yeni reabilitasiya üsulları tətbiq edilir, dövlət hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı əhəmiyyətli dərəcədə artırılır. Vətən müharibəsi iştirakçıları, hansılar ki, döyüşlərdə yaralanaraq əzalarını itirmişdilər, onlardan 492 nəfəri 612 ədəd yüksək texnologiyalı yeni nəsil protezlərlə təmin olunub. Vətən müharibəsindən sonraki dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində 3600-dən çox vətən müharibəsi iştirakçısı sosial xidmətlərlə, reabilitasiya xidmətləri ilə təmin ediliblər. Onlardan böyük bir əksəriyyəti öz əmək fəaliyyətlərinə davam edirlər və əlilliklərini geridə qoyublar. Ümumiyyətlə, biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq müharibə iştirakçıları ilə mütəmadi olaraq qruplar şəklində görüşlər keçiririk. Bu görüşlərdə biz müxtəlif fikirlərlə qarşılaşırıq, müxtəlif rəy və təkliflər qəbul edirik. Çox sevindirici bir haldır ki, həmin qazilərimiz onların əhatə olunduğu xidmətlərdən, reabilitasiya xidmətlərindən də, məşğulluq xidmətlərindən də öz razılıqlarını ifadə edirlər. Biz də çalışırıq ki, həyata keçirdiyimiz islahatlarda həmin rəy və təklifləri nəzərə alaq. Rahim müəllim, hansı hallarda şəxsə müddətli və ömürlük əlillik təyin edilir? İlk öncə bildirmək istərdim ki, vətəndaşlarımızın əlilliyi qiymətləndirməsi Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə tənzimlənir və bu 187 nömrəli qərarda xəstəliyin beynəlxalq təsdiqat kodlarına görə, xəstəlik növünə görə əlilliklər müddətli olaraq təyin oluna bilər və yaxud da müddətsiz təyin oluna bilər, hansı ki, reabilitasiya olma ehtimalı olmayan xəstəliklərdən söhbət gedir. Müddətli əlillik təyinatları 187 nömrəli qərarın tələblərinə uyğun olaraq 1 illik, 2 illik və 5 illik olaraq tənzimlənir və bir də müddətsiz əlillik təyinatlarımız aparıla bilir. Lakin bundan əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi olaraq da 11 nömrəli qərarın 4-cü bəndə göstərilir ki, vətəndaş ardıcıl olaraq ikinci qrup üzrə, yəni indiki 180 nömrəli qərarla götürəndə 65-80% ilə baxdıqda ardıcıl olaraq 10 il əlillik təyinatı alırsa, növbəti qiymətləndirmə zamanı müddətsiz əlillik təyinatına gedir və yaxud da fərqli qruplar üzrə xüsusi olaraq da 3-cü dərəcə və müvafiq olaraq 35-60% dərəcəsində əlillik təyinatı məsələsi qiymətləndirəndə isə ardıcıl olaraq 15 il əlillik təyinatı aparılıbsa, növbəti qiymətləndirmə zamanı müddətsiz əlillik təyinatı aparıla bilir. Əlilliyi olan şəxs tam reabilitasiya oluna bilərmi? İlk öncə bildirmək istərdim ki, vermiş olduğunuz sual ən aktual suallardandır və bizə ən çox ünvanlanan suallardandır. Bildirmək istərdim ki, vətəndaşlarımızın əlillik qiymətləndirməsi mövcud vəziyyətdəki sağlamlıq vəziyyətinə, əlillik növünə, əlillik dərəcəsinə, müalicə və reabilitasiya xidmətlərinin səmərəliliyinə görə dəyişə bilər. Müasir tibbi və sosial reabilitasiya xidmətlərinin nəticəsində müddətli əlillik təyinatı aparılmış şəxslərin növbəti əlilliklərinin qiymətləndirməsi zamanı tam reabilitasiya qərarı verilə bilər və vətəndaşların belə olan halda reabilitasiya olunması halları yaşanır.
bir müddətdən sonra onun əlilliyi səviyyəsinə uyğun olmaya bilər. Düzmü anladım? Tamamilə doğrudur. Biz burada xəstəliyini təksib etmirik, lakin xəstəliyinin əlillik səviyyəsində olmadığını və yaxud da vətəndaşımızın almış olduğu müalicələr və sosial reabilitasiya xidmətləri sayəsində reabilitasiya olduğu göstərir. Bəs hansı hallarda vətəndaşlar əlilliyin gücləndirilməsi üçün müraciət edə bilərlər? Vətəndaşların əlilliyi qiymətləndirməsi elektron qaydada aparılır və elektron qaydada aparıldığı hallarda vətəndaşlarımıza mövcud vəziyyətdə olduğundan daha yüngül qərarlar qəbul edilə bilər və yaxud da əlillik səviyyəsində olmadığı qeyd edilmə bilər. Əlilliyin gücləndirilməsi üçün müraciət etmə halları isə vətəndaşlarımızın mövcud vəziyyətdə aparılmış əlillik təyinatı ilə hal-hazırki xəstəlik vəziyyət arasında uyğunsuzluqlar ola bilər. Belə olan halda vətəndaşlarımız verilmiş qərarın dəqiqləşdirməsi məqsədi ilə istər Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin ölkə üzrə yerləşmiş ərazi tibbi sosial ekspert komissiyalarına müraciət edə bilər və yaxud da agentliyimizin Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin Mir Mahmud Kazımovski 134 ünvanında yerləşən mərkəzinə yaxınlaşıb yeni müayinələrdən keçə bilər və mövcud vəziyyətin qiymətləndirilməsi, əlillik dərəcəsinin dəqiqləşdirməsini apara bilər. Rahim müəllim, ötən ilin iyul ayından etibarən həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarımızın tibbi şəhadətləndirilməsi zamanı ilkin tibbi müayinələrdə artıq sizin agentlik tərəfindən həyata keçirilir. Ümumiyyətlə, çağırışçıların yekun müayinəsi ilə bağlı prosedur nə yerdədir? İstərdim bu məsələyə də toxunaq. Bəli, bildiyiniz kimi 2024-cü ilin iyul ayından etibarən çağırışçıların yekun tibbi şəhadətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin səlahiyyətlərinə verilir. Belə olan halda Səfərbərlik Xidməti tərəfindən yoxlanılan çağırışçılar və bundan sonra isə yararsız olaraq qiymətləndirilən çağırışçılarımız yekun tibbi şəhadətləndirmək üçün agentliyə yönləndirilir. Belə olan halda həmin çağırışçılar haqqında forma 44 deyə sənəd rəsmiləşdirilir. Daha sonra isə həmin o formalar agentliyin elektron sisteminə daxil olur və daha sonra isə həmin çağırışçıların belə növbəli şəkildə əyani müayinəyə cəlb olunması prosesi olur. Və bu proses nəticəsində həmin çağırışçılarımız haqqında fərqli qərarlar, müxtəlif qərarlar verilə bilər. Belə olan halda C kateqoriyası kimi qiymətləndirdiyimiz 3 ay, 6 ay, 9 ay, 1 illik möhlət və yaxud da C kateqoriyası olaraq qiymətləndirdiyimiz 3 illik möhlət və yaxud da D kateqoriyası kimi qiymətləndirdiyimiz ömürlük möhlət dediyimiz bir müddətdir. Hansı ki, bu yekun tibbi şəhadətlənmə zamanı həmin çağırışçılar haqqında verilən qərarlardır. Yekun tibbi müayinə üçün növbə necə tənzimlənir? Növbələr formal 44 dediyimiz sənədin agentliyin alt sisteminə daxil olduqdan sonra elektron formada tənzimlənir və həmçinin vətəndaşlarımızın əyani müayinəyə cəlb olunması elektron formada vətəndaşlarımıza bildiriş göndərilir və verilmiş qərarlar da həmçinin yekun qərar olaraq həmin çağırışçılara bildirilir. İstərdim kateqoriya məsələsinə də toxunaq. Hansı kateqoriya üzrə çağırışçılar agentliyin tibbi qiymətləndirmə mərkəzində yekun müayinə olunurlar? Yekun müayinə olaraq gördüyümüzdə Səfərbərlik Xidməti tərəfindən yararsız olunan verilən çağırışçılar yekun tibbi şəhadətləndirmək üçün agentliyə yönləndirilirlər və belə olan halda vətəndaşlarımız yararlı, yararsız olaraq və məhdud yararlı kimi qiymətləndirilirlər və az öncə qeyd etdiyim kimi A kateqoriyası, yəni yararlı olaraq qiymətləndirilirlər. Sıradan kənar yararlı kimi gördüyümüz C kateqoriyası və yaxud da C kateqoriyası ilə 3 illik möhlət və yaxud da D kateqoriyası ilə ordu sıralarına təxris olunma kimi qiymətləndirilir və yekun tibbi şəhadəti olaraq sistemə işlənilir. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı necə həyata keçirilir? Bəli, bildiyiniz kimi əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması bu da agentliyin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda əlilliyi olan şəxslərimiz reabilitasiya vasitəsindən təmin olunmaq üçün ilk öncə qeydiyyatda olduqları bizim və agentliyimizin Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin ərazi üzrə tibbi sosial ekspert komissiyalarına yaxınlaşırlar və onlara uyğun gələn reabilitasiya vasitələrini müəyyənləşdirib müraciət edirlər belə olan halda və həmçinin əks göstəriş olmadığı hallar da nəzərə alınmaqla və 501 nömrəli qərarın da göstəricilərinə uyğun olaraq vətəndaşlarımız müvafiq olaraq xəstəlik səviyyələrinə, əlillik dərəcələrinə, əlillik növlərinə görə reabilitasiya vasitələrindən təmin ola bilirlər. Bəs reabilitasiya mərkəzlərinin imkanlarından faydalanmaq istəyən əlillər üçün bu proses necə təşkil olunur? Agentliyin 4 əsas fəaliyyət istiqamətlərindən biri də reabilitasiya xidmətləridir və ölkə üzrə 16 reabilitasiya xidməti faktiki olaraq əlilliyi olan şəxslərimizə xidmət edir. Reabilitasiya xidmətlərinə müraciət üçün də eyni vəziyyətdə əlilliyi olan şəxslər ərazi üzrə tibbi sosial ekspert komissiyalarına müraciət edirlər. Orada həmin ekspert həkimlər tərəfindən vətəndaşlarımızın vəziyyətləri qiymətləndirilir. Əks göstəriş yoxdursa reabilitasiya mərkəzlərinə
və yaxud da sağlamlıq haqqında arayış tələb olunan, xüsusi olaraq da riskli xəstəliklərdən söhbət gedir və bu vəziyyətdən sonra isə vətəndaşın müraciəti qeydə alınır. Daha sonra isə elektron növbəliliyi əsasında vətəndaşın müraciət etdiyi reabilitasiya mərkəzlərində vətəndaşa uyğun olan tarixlərə və boş olan tarixlərə rezervasiya aktivləşdirilir. Təşəkkür edirəm Rahim bəy ətraflı məlumat üçün. Əlavə etmək istədiyiniz hər hansı bir məqam varsa? Vətəndaşlarımızı maraqlandıran məsələlərin daha dəqiq ünvandan cavablandırılmasında göstərmiş olduğunuz dəstəyə görə mən sizə öz adımdan təşəkkür edirəm, minnətdaram. Mən də minnətdaram. Bir daha qeyd edim ki, bugün əlillik və əlillikdən reabilitasiyaya gedən yol barədə danışdıq. Qonağım Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini Rahim Hüseynov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.